Salam değerli izleyicilerim, kanalıma hoş gəlmisiniz. Bugün sizler için oldukça ətirli, lezzetli reyhan kompotunun hazırlama qaydasını paylaşacağım. Yaz aylarında hazırlayıp doyunca içebilirsiniz. Reyhan kompotunu hazırlamak için qara reyhandan istifadə olunur. Əvvəlcə reyhanı bu qayda ilə təmizləyirəm. Təmizlədiyim reyhanları yaxşıca yuyuram. Daha sonra aşüzənin içərisinə tökürəm ki, suyu tamamilə çəkilsin. Əvvəlcədən komporta hazırladığım şüşələri də yumuşam. Daha sonra isə qaynar su ilə sterilizə edirəm. Reyhanları şüşənin içərisinə tökürəm. Zövqə görə istədiyiniz qədər tökə bilərsiniz. Hər şüşə üçün yarım stəkan şəkər tozu əlavə edirəm. Daha sonra isə şüşəyə limon duzu tökürəm. Üzərinə isə qaynar suyu əlavə edib şüşənin qapağını bağlayıram. Daha sonra şüşəni tərpədirəm ki, şəkər tozu tamamilə ərisin. Kompotların hamısını bu qayda ilə hazırlayıb bir gün saxlayıram. Bir gün qaldıqdan sonra reyhanların rəngi tamamilə çıxır. Gördüyünüz kimi rəngi də, ətri də gözəl olan kompotlar alınır. Əziz xanımlar, mən bu kompotları indi içmək üçün hazırladım. Əgər qış üçün hazırlamaq istəyirsinizsə, avqust aylarında bu kompotları hazırlayıb qışa saxlaya bilərsiniz. Əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.